Demək, ilk öncə beşikdən başlayaq. Çünki beşikdən qəbr evinətən biz öyrənə gedirik. Ona görə də bu muzeyi yaratmaqdan ilk öncə bundan da söz açım. Mənim məqsədim adət-ənənəmizi yaşatmaq, qədim məişət əşyalarımızı gələcək nəsillərə çatdırmaq. Yaşayaq ki, yaşadaq ki, yaşayaq. Yəni burada ziyalılarımızın gördüyümüz kimi dünya şöhrətli Xudu müəllimin, Mərzilin Ziyalıoğlu, Xudu müəllimin, Mikail Gözəlov, Şuşanın azadlığı uğrunda öz canını fəda verən qəhrəmanımız. Siz bayaq söylədiyiniz kimi ilk şəhidimiz də deyirik. Həm Xudu müəllimə, həm Mikail Gözəlova. Allah ruhlarını şad eləsin. Bizim əbədi dirilərimizdir. Yəni şəhidlər ölmür. Ziyalılarımız ölmür. Onların işığı bizim ömür yolumuza düşür. Ziyalılarımızın da, bizlərin də, baba, nənələrimizin işlətdikləri burada məişət əşyalarıdır. Demək, Azərbaycanın uzaq rayonlarından, bir çox yerlərdən bunlar yığılıb bura gəlmişdir. Cəhrəmiz var, orada yəni saydıqca qutarmayan dəhrəmiz, qət doğrayan dəyıq, səhəngimiz, yəni gördüyümüz kimi bu qazanlardır, bu fənər, bunlar. Bunu söyleyeyim ki, birinci öz elimə, obama, mərzilimə minnətdaram. İnanın, burada birinin adını qorxuram çəkən, birinin adını çəkməyəm, inciyərlər, küsərlər. Hər birinin burada hədiyyəsi var. Hər birinin sinif yoldaşlarım, ondan burada bax gördüklər, Mingəçevirdən tutmuş, Ergidən tutmuş, bir çox yerlərdən. Yəni bunu Mərzili Elim Obam muzeyə həd göndəriblər. Hər birinə minnətdaram, var olasınız. Bu gün də qədəm götürüb siz gəlmişsiniz, yenə də var olasınız. Deyirəm, demədiklərimi də çəkdikcə özünüz görürsünüz. Yun, yəni bu yunu daraqda əlçim, yəni nağıllarımızda deyirlər, yel baba, əlçimmi, ver baba. Bu həmin əlçimizdir ki, bəlkə də çox adını eşidib bilmir əlçim nədir. Yunu bunu daraqda əlçim eləyirlər, sonra bu cəhrədə bunu ip eləyirlər. Bizim orada xalçamız var ki, oradakı zəhər xalçası. İstəyərəm elə bu xalçadan söz açaq. Elə üstə də yazılmışdı zəhər, 2020-ci il. Noyabrın 10-u bir həftəyə toxuduğum öz əl işimdir. Xalçadır ki, bəli. Noyabrın 10-u başlayıb 17-si hazır olan bir xalçadır. Bu da Qarabağ xalça naxışlarıdır. Xalça naxışı demişikdən ruhu şad olsun Xudu müəllimin xalçalar, naxışlar haqqında onun kitabı, onun fikirləri. İstəyərdim elə sizlər o haqda toxunasınız.